Sonra evlə bağlı belə bir eyni zamanda qoşmanı da izah edəcəm sənə. K domu. Evə yaxın. Evə yaxın. Nə deməkdir bu? Məsəl üçün, mən evə yaxınlaşıram demək istəyirsən. Düzdürmü? Evə yaxın hərəkət edirəm demək istəyirsən. Bunu rus dilində necə deyəcəksən? Я к дому. Aysa, indi burada nə olmalıdır? İzюминка deyək də. Mən yaxınlaşıram deyirsən, düzdürmü? Я подхожу к дому. Подхожу к дому. Evə qarşı yaxınlaşıramsa, mən deyəcəm я подхожу к дому. Sonra bax, подхожу piyada yaxınlaşıramsa, düzdürmü? Sual yaranır. Yaxşı, mən miniklə evə yaxınlaşıramsa, bunu mən rus dilində necə deyəcəm? Bu isə hərəkət fe'lini səndən keçməmişə, ona görə kömək edirəm. Подъезжаю к дому. Подъезжаю. Я подъезжаю к дому. Onu Azərbaycan yazısıyla da yazım, düzgün deyəsəm. Подъезжаю. Езжаю. Подъезжаю к дому. İndi sənə digərini deyək. Tak, evlə bağlı başqa nəyi bilməlisən? Aha, bu gün məndə istirahət günüdür, mən evdə olacam. Bu gün məndə istirahət günüdür, mən evdə olacam. Bunu özün düşün görüm. İstirahət günü filan nə deməkdir? Bu gün məndə istirahət günüdür, mən evdə olacam. Yaz Azərbaycan dilində, otur fikirləş. Uşaqlar, bu cümləni siz bilirsinizsə, mesaj bölməsinə yazın. Bu dərslərin hamısı mənim danışıq kitabıma əsasəndir. Yəni, siz də əldə edə bilərsiniz. Əgər müəllim yanına getməyə imkanınız yoxdur, kursa getməyə imkanınız yoxdur, sadəcə bu kitabı əldə edərək gündəlik sizə lazım olan cümlələrdən faydalanır, yavaş-yavaş rus dilini danışa bilərsiniz. Qaranti 100%.